Salam əziz müəllimlər, vaxtınız xeyir olsun. Bu videomuzda biz hamını maraqlandıran o məşhur sualın cavabını incələməyə başlayırıq. Advento simvollarla, formullarla və tənliklərlə necə işləyir və Advento necə eləyir ki, 20, 30, 50, 100 sualı birdən-birə platformaya saniyələr içərisində daxil eləyir. Biz bunun sözünü verəndə bəzi müəllimlər elə düşündülər ki, bu sadəcə bir reklam məqsədi ilə aparılan kampaniyadır. Bu videonu izləyib bitirdikdən sonra siz görəcəksiniz ki, digər platformalarda sizin saatlarla vaxtınızı alan işləri bizim platformalarda 10 dəqiqəyə, 5 dəqiqəyə, hətta daha çevirsinizsə 5 dəqiqədən daha az bir müddətə belə həll edib bitirə bilərsiniz. Yəni Elementor istifadəçisi nə digər platformalardakı kimi bir-bir simvolları, formulları yazır, nə sualları klaviaturadan daxil eləyir. Yəni hər şeyi Elementor istifadəçisi üçün süni intellekt eləyir. Ona isə tək qalan sadəcə prosesə nəzarət eləmək olur ki, yəni proses düz gedirmi, pedaqoji olaraq qayda və tələblərə uyğundurmu və s. Gəlin vaxtı çox itirmədən ilk öncə başlayaq. Bu məqsədlə mən quiz fəaliyyətindən istifadə edəcəm. Çünki quiz fəaliyyəti bu baxımdan daha sürətlidir və daha asandır işləmək. Yəni bugün mənim məqsədim təbii ki, fəaliyyət tipinin özü ilə tanış olmaq deyil də, sırf LaTeX kitabxanası və CSV import burada necə işləyir buna baxmaqdır. Ona görə də quizlə başlayırıq və mövzu olaraq da mən mövzu olaraq təyin elədim deməli kimya formullar və tənliklər mövzusunu. Mən milli kurikulumu keçmədiyim üçün, yəni Azərbaycan kurikulumu keçmədiyim üçün bugün əcnəbi bir kurikulumdan davam edəcəyik. Amma bizim üçün simvollar, formullar və tənliklər maraqlı olduğu üçün məncə bu məsələni həll edə bilərik birlikdə. İlk öncə burada mənim bir deməli təlim nəticəsi verən bir agentim var. Bu agent siz də yarada bilərsiniz. Bu agentin beyninə kurikulumların kitablarını yükləyirsiniz və o da sizə istədiyiniz kurikulumun, istədiyiniz sinifin mövzusuna uyğun təlim nəticələrini verir. Bu təlim nəticələrini alıram. Bu təlim nəticələri mənim üçün önəmlidir, çünki suallarımı bunlar əsasında yığacağam. Bu təlim nəticələrini buradan kopyalayıram hamısı birlikdə və bunlar çox dəqiqdirlər, çünki nəşriyyatdan götürülür, yəni belə deyək də mənbədən götürülür və qayıdıram Adventoya. Quiz yaratmaq istəyirdim, create quiz deyirəm. Məsələn, kimya formullar və tənliklər deyə bilərəm ya da belə deyə bilərəm. Equations. Kimya formullar və tənliklər dedim və bunu hər kəsə açıq qoymuram. Bilmirəm kimə lazım olar, kimə lazım olmaz deyə. Create activity deyək və fəaliyyətimizi yaradaq. Burada birdən gözünüzə dəyməli olan, yəni baxmalı olduğunuz hissə aşağı küncdəki bizim agentimizdir. Yəni bu agent hazır faylı sizə verəcək, siz də platformaya daxil edəcəksiniz. Agent'a daxil oluram və agent məndən təbii ki ilk öncə öyrənmə nəticələrini istəyir. Yəni necə bir sual hazırlayacağımızı öyrənmə nəticələri əsasında təyin edir. Ona görə də az öncə kopyaladığım öyrənmə nəticələrini agent'a daxil edirəm. O indi bizə sual tiplərini təklif edir. Yəni deyir ki, necə bir sual tipi üzərində işləməyimi istəyirsən. Məsələn, mən quiz demişdim. Hal-hazırda quiz yaratdığım üçün quiz deyirəm ya da nömrəsini yaza bilərsiniz 1 deyə. İndi bu mənə quiz üçün suallar hazırlayır və quizdə 3 fərqli sual tipi var. ABCD dediyimiz çox seçimli sual tipləri, true false dediyimiz doğru yanlış sual tipləri, bir də açıq dediyimiz, yəni açıq sual dediyimiz cavabını yazmalı olduğunuz sual tipləri. Əslində quiz formatına uyğun gəlmir bunlar. Biz gələcəkdə istəyirik ki, bunların bəzilərini exam formatına ataq, qalanları quizdə qalsın. Amma hələlik ki, bu cürdür. Bu mənə təbii ki, verdi və mən bir təlimat verəcəm buna, özəl bir təlimat. Deyəcəm ki, enrich, yəni zənginləşdir all questions with symbols and equations as much as possible. Bir dəqiqə, possible yazdıq. Və burada sualları deyək və göndərək. Və burada bir məsələ də var ki, bir də buna təlimat verək ki, you can change any question completely if you want. Yəni hər hansı bir sual dəyişmək istəsən onda dəyişə bilərsən deyə belə bir təlimat da verirəm. Yəni mənə lazımdır ki, bu sualların içərisində çoxlu simvollar olsun ki, biz də bu simvolların necə işlədiyini sizə göstərə bilək. İndi burada mən yuxarı qalxıb bir şeyə diqqətinizi çəkmək istəyirəm. Burada sual hazırlanarkən siz bu cür anormal yazı üslubu görə bilərsiniz. Bu yazı üslubu
LaTeX kitabxanasının yazı üslubudur. Yəni bizim agent başa düşür ki, müəllim bu simvolları, tənlikləri əllə yazmayacaq və ona görə də o sizə bunları yazılmış formada hazır olaraq verir. Yəni bir növ bu agent və bizim saytımız eyni bir dildə danışırlar və biz insanlar bu dili çözə bilmirik. Əslində bilirik bu LaTeX dilidir. Ona görə də biz sadəcə buradan gələn sualı götürürük və onu sayta əlavə edirik. Ondan sonra baxırıq. Əgər nəsə bir səhv varsa, qayıdıb həmin səhvlərə düzəlişlər tələb edə bilirik. Yəni çox rahat və çox çevikdir. Və burada fikir verdinizsə, artıq daha çox sual dedik və daha çox tənlikdən, simvoldan istifadə dedik və suallar deməli alındı. Go ahead deyirəm. Yəni növbəti partiyanı hazırlayır. Mən bir dənə go deyə bilmədim bura. Go ahead dedik. Və növbəti olaraq indi mənə çox seçimli suallar verib. Bunun ardınca da mənə verir, deməli true false suallarını, onun üstündə işləyir. Və burada siz sualları oxuya bilərsiniz. Baxın, mən adətən o digərini hazırlayana qədər buradakı sualları oxuyuram. Çünki mən bir müəlliməm. Yəni hər halda AI-ın yaratdığı materiala nəzarət etmək lazımdır. Oxuyandan sonra əgər nəyisə dəyişdirmək istəyirəmsə, prompt olaraq girirəm bura və o da bu prompta uyğun olaraq dəyişikliklər aparır. Və burada sualları oxumağınız önəmlidir. Çünki doğrudan da, yəni oxumadan şagirdə verdiyiniz sualda problem çıxa bilər. Və bir məsələ də burada ondan ibarətdir ki, sualların yaradılmasında formatı gözləyir bu. Məsələn, 2 dənə asan sual yaradır. Fikir verin, easy olaraq 1-2 yaradır. Ondan sonra orta səviyyəli suallar yaradır və nəhayət də axırda 2 dənə yoxsa bir dənə deyəsən çətin sual yaradır. Bir dəqiqə deyəsən bir dənə asan sual yaradır. Bəli, bir dənə asan sual yaradır, qalanını orta yaradır və bir dənə də çətin sual yaradır. Və siz istəsəniz bunu dəyişdirə də bilərsiniz. Yəni buradan deyə bilərsiniz ki, mənə misal üçün deyək də 2 dənə asan sual, 6 dənə orta səviyyəli sual və ya deməli necə deyək, 2 dənə çətin sual lazımdır. Bunu siz təyin edirsiniz və istəsəniz bunun sayını artıra bilərsiniz. Bu mərhələdə bu şəkildə gözləmək əslində bir müəllim üçün bizə xeyirdir. Çünki biz bu prosesi, yuxarıdakı prosesi yoxlayırıq o yenilərini yaradana qədər. Və bu şəkildə buradan verdi bizə digərlərini də, çətin sualları da verdi. Və nəhayət mənə açıq suallara doğru keçəcək və mən də buna go ahead deyirəm və burada bir şey xahiş edirəm bundan. Ahead, bir dəqiqə. And do not use symbols and equations as any answer. Cavab olaraq istifadə etməməsini deyirəm. Çünki şagirdin bunu daxil edə biləcəyini düşünmürəm. Burada bir səhvimiz gedib. Düşünmürəm ki, şagird bunu daxil edə bilər. Çünki LaTeX kitabxanası sualı import eləmək üçündür. Şagird bunu LaTeX-ə daxil edə biləcəkmi? Bundan əmin deyiləm. Amma məsələn, müəllimin simvol soruşduğu yerlərdə məncə o köhnə primitiv metodlarla bura şeydə əlavə eləmək olar. Yəni şagird sırf hər hansı bir simvol yazmaq üçün o ənənəvi klassik metoddan istifadə edə bilər. Yəni bu da mümkündür. Və bunlar hazırlanır. Bunlar hazırlanarkən mən sayta dönürəm, orada işini bitirənə qədər. Arxa fon təyin eləyək. Bu da bizim üçün vacibdir. Arxa fonu təyin elədik və bir də import pəncərəsini açaq və gözləyək. Bu import pəncərəsi sualları daxil edəcəyimiz bir pəncərədir. Hardan gəlir? Baxın, buradan import bölməsi var, buradan gəlir. Və burada bir şey diqqət yetirdinizsə əgər, görürsünüz ki, bu arada gəldi suallarımızda və mənə deyir ki, hamısını bir yerdə verəcəm sənə. Mən də approved deyirəm. Deməli, approved, qoy hamısını versin, bir yerdə baxaq. Deməli, burada bir şey diqqətinizi çəkmək istəyirəm ki, burada fikir verirsinizmi? Yəni dollar işarələri və qəribə simvollar, bizim normalda alışıq olmadığımız simvollar istifadə olunur. Bunlar hamısı, yenə deyirəm, LaTeX dilinin elementləridir. Yəni siz qətiyyən bunları sualı yerləşdirərkən silməyə çalışmayın. Hətta silə də bilməyəcəksiniz, çünki onsuz da bu bunları burada hazırlayır. Sonra hamısını bir yerdə yığır CSV faylın içərisinə və sizə birbaşa hazır CSV fayl verir. Yəni siz o simvolları yalnız burada görə bilərsiniz. Və bir də sual hazırlanandan sonra təbii ki, formul formasında saytın içində görə bilərsiniz. Yəni bunlara müdaxilə etmək imkanınız elə də yoxdur. Bu arada hazırladı, hamısını bir yerdə də verdi mənə və deyir CSV-ni hazırlayayım mı? Mən də buna please do deyirəm. Fikir verirsinizmi? Yəni bütün prosesi özü eləyir. Mən sadəcə olaraq prosesə nəzarət edirəm. Yəni baxıram görüm, düz eləyirmi, eləmirmi və s. Hardan başladı bu proses? Öyrənmə nəticələrindən. Yəni mən öyrənmə nəticələrini verdim, hansı tipdə sual hazırlamaq istədiyimi dedim ona və o da başladı beynində olan prosedura uyğun olaraq
ardıcıl mərhələləri icra eləməyə və mənim də burada tək işim gedən prosesi izləməkdir. Yəni mən bir pedaqoq olaraq oxumalıyam, sualı baxmalıyam ki, mənim tələbimə uyğundur, yoxsa yox. Və bu şəkildə bu hazırlayır, hal-hazırda CSV faylı hazırlayır. İndi tam olaraq nə edir? Bunu izah eləyək. Yuxarı hissədə hazırladığı bütün materialları, yəni bu bizə dediyimiz kimi çox seçimli sual, düz səhvdir sualı, yəni doğru yanlış sualı və açıq suallar vermişdi və bütün bunların hamısını gördüyünüz formada, yəni bu gördüyünüz şəkildə CSV faylın içərisinə daxil eləyir. Yəni CSV faylı açıb baxsanız əgər bu qarışıq simvolları, anlaşılmaz yazı formalarını orada görə bilərsiniz. Və bunu kim dekod eləyir? Bizim saytımız. Yəni bu bizim platformaya düşəndən sonra, bu arada hazırdır, dekod olunur və bildiyimiz formasından keçir. Və gəldi bura, yendirildi. Mən sayta qayıdıram. Yadınızdadsa buradan import deyə bir düymə var idi. Bunu istifadə edib bu pəncərəni açmışdım. Həmin pəncərənin içərisindən mən sadəcə olaraq, baxın bunu, bayaq hazırlandı saat 11:19-da. Bunu çağırıram bura və start import deyirəm və 15 dənə sual gəldi, sayta oturdu. Burada bir şey diqqətinizi çəkmək istəyirəm ki, baxın simvollar artıq insanın başa düşəcəyi formaya salınıb. Fikir verirsinizmi? Yəni hamısı. İndi biz sual təbii ki test eləyəndə də görəcəyik onların hamısını. Bir də burada diqqətinizi çəkmək istədiyim axırıncı suallardır. Yəni bu açıq suallar. Bəzən nə ola bilir? Bunu deyim sizə. Bəzən söz iki sözdən ibarət ola bilir. Yəni məsələn burada çöküntüdür cavab, burada problem yoxdur. Burada da problem yoxdur. Burada da yoxdur. Burada heç birində problem yoxdur. Bəzən olur ki, iki söz olur və bu maşın dilinin tələblərinə uyğun olaraq, yəni maşınların dilinin tələblərinə uyğun olaraq araya altdan xətt qoyur. Məsələn, suda məhlul demək istəyirsə, Aqueous altdan xətt solutions deyir. Yəni belə. Amma bunu biz təbii ki, insanlar altdan xəttlə yazmadığımız üçün bunları düzəltməyinizdə fayda var. Yəni şagird altdan xətsiz yazacaq təbii ki. Özdə hamısını lowercase yazacaq. Ona görə bu şəkildə buna nəzarət etməyiniz önəmlidir. Məsələn, update dedik və nəhayət olaraq buna bir save eləyək. Və nəhayət hazırdır. Burada da həmin sualımız. Gəlin bir baxaq buna. Launch activity deyirik. Baxın, fikir verirsinizmi? Yəni karbon qazına fikir verin. Yəni mənim burada məqsədim sualları işləməkdən ziyadə sizə bu simvolların bura necə gəldiyini göstərməkdir. Fikir verirsinizmi bura? Yəni üstündəki müsbət 4, üstündəki mənfi 2 və bunların heç birini mən yazmadım təbii ki. Fikir verin. Tənlik var burada, kimyəvi reaksiya var və koeffisientlər verilib. Mən təbii ki oxumuram sualları deyə hamısını səhv edirəm. Burada fikir verin. Yəni varianta belə biz şey əlavə edə bilmişik. Yəni nə deyirlər? Simvol əlavə edə bilmişik. Və digərlərinə də baxa-baxa gedək. Vəbşi next-deyə də gedə bilərəm. Fikir verinmi? Variantda tənlik belə qoymuşuq, yerləşdirmişik. Fikir verirsinizmi? Yəni burada da var bu şəkildə tənliklər. Variantların içərisində yerləşdiriliblər. Və dahası burada true false-dayıq. Burada fikir verin, yenə də indekslərimiz var. Və bu təbii ki təkcə kimya üçün deyil. Riyaziyyatdır, informatikadır. Nə bilim, indi hansı fənlərdəsə simvollar varsa, hamısı da bu qayda ilə bunu istifadə edə bilərlər və digərləri də hamısı dediyimiz kimi. Və işin gözəlliyi ondan ibarətdir ki, biz bu simvolların heç birini əllə daxil etmədik. Yəni, bu saytın gözəlliyi ondan ibarətdir. Yəni, əllə daxil etmədik. Və ən xoşuma gələn tərəf odur ki, bu fəaliyyətlər bölməsində gördüyünüz bütün bizim 20-dən artıq indi planlaşdırdığımız fəaliyyət növlərinin heç birində, amma heç birində siz əllə nəsə daxil eləmirsiniz. Yəni bunların hamısını sizin üçün AI özü eləyir və latex formatında gəlir və sayta yerləşir. Hə, siz desəniz ki, mən bunu əllə eləmək istəyirəm, bunu necə eləyim? Təbii ki, biz bunu düşünmüşük. Məsələn, quizə create quiz deyib, nəsə bir şeylər yazaq, söndürək, hər kəs açıq qalmasın. Bunu eləmək istəyirsinizsə əllə, fikir verin, burada bizim latex testlərimiz haqqında deməli məlumat var. Deyir ki, bunu latex özü eləyir və CSV fayl şəklində gətirir. Bu arada CSV fayl nə idi? Mənim az öncə sayta yüklədiyim fayl idi. Deyir, amma siz istəyirsiniz ki, yox. Yəni, mən bunu özüm eləmək istəyirəm. Hə, o zaman siz mütləq şəkildə deməli, latexin özü ilə birbaşa ünsiyyətdə olmalısınız. Latexdəki bilirsiniz də, yəni ayrı bir kitabxanadır. Oradan özünüz onları çevirib gətirirsiniz. Amma mən məsləhət görməzdim, çünki agent onsuz da dediyimiz kimi hamısını belə deyək də, hamıdan ən yaxşısını özü eləyir, gətirir. Beləliklə, bu bizim növbəti bir video çarxımız idi. Ümid edirəm ki, faydalı oldu və bir çox suallarınıza cavab verə bildik.
Bu qədər deyirəm. Yenə də nə ilənsə bağlı çətinliyiniz olsa, zəhmət olmasa bizə bildirin və biz onlarla da bağlı detallı video çəkək. Yenə deyirəm, Advento yenidir, digərlərinə bənzəmir. Ona görə də biraz yeni başlayanlar üçün öyrəniləsi bəzi məqamlar ola bilər. Amma inanın ki, bunları öyrəndən sonra o qədər vaxtın qazancını əldə edirsiniz ki, qalan heç nə gözünüzə görünmür. Diqqətiniz üçün təşəkkür edirəm. Növbəti videolarda görüşənə qədər deyirəm, hələlik.